Hamıya salam. Bu mənim köhnə videodur, rus dilindən çəkilən. Nətər siz bilirsiniz, mən başım buraxmışım rus dilinin videolar çəkməyə. Ona görə mən bütün köhnə videolara tərcümə eləyəcəm. Təzə videolarda hamısı mən çəkərəm sırf Azərbaycan dilində. Hamıya salam. Bu YouTube'da mənim birinci videodur. Bu videoda biz Pitbike Carrio'la Supermoto yığacaq. Bu masket mənim dostumun masketidir. Bu masketdə problem əsas nədir? Arxa təkərdir. Spitsalar bütün dağılıb, boşaldıb, tökülüb. Ona görə mən bunun arxa diski düzəlməliyəm. Amma belə xırda xuruş problemaya baxmasa, çox gözəl, çox vidli masketdir, çox zloy duruş var bunda. Любой Supermoto'da ən maraqlı şey nədir? Təkərdir. Mən bezmişim bu qabaq təkəri çıxarmaq. Çıxarmışım, qoy tullayaq bunu qırağa. İnşallah bir dənə biz sport təkər qoyaq. Bu təkərlə bu diski tam başqa vida gələcək. Ondan da əlavə bu təkər asfaltda sürüşməyən təkərdir. Ona görə arxası da qaldırma rahat olar. Qabaq təkər mənim mazgi xarab eləyib. Amma axırda mən yığmışım, özü çox gözəl video alınıb istəyən kimi. Amma əsas çətin məsələ arxa təkərdir. Bakırış ki, bu cross masket dəyişmək çətin söhbət deyil. Amma disk yığmaq lazım. Bunun bütün spitsalar tökülüb, dağılıb, boşaldıb. Hardasa 5 dənə, 10 dənə spitsa vəbşi qırıqdır. Ona görə heç yığılmır bu təkər. Ona görə biz bunu tam sökəcəyik, sıfırdan da yığacaq. Calçado vai a caça na captura delas, de bailão em bailão. Na captura delas, de bailão em bailão, bailão, não, 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 bailão, bailão, não. Vai a caça na captura delas, de bailão em bailão. Neçə gün əlləşirəm bu masketin üstünə. Axırda bu hazırdır. Qabaq təkərdə Supermoto'da, arxada təkərdə Supermoto'da. Axırda nətər görürsünüz, mən arxa disk də yığmışam. Bezdirib bu disk mənə də, amma yığmışam. Axırda Azərbaycanda mən spitsaları tapanmadı, heç bir yerdə yox idi, sifariş eləməyə də gec idi. Ona görə mən dörtlü elektrodları götürmüşəm, təmizləmişəm. Sonra bir tərəfdən svarka ilə nöqtə atmışam, spitsa çıxmasın diskin ortasından. İkinci tərəfdən də rizbaları düzəlmişəm. Sonra arxa təkərdə gül kimi də yığmışam. Nətər görürsünüz də center balansirovka hər bir şey eləmişəm. Bu təkərdə inşallah işləyəcək. Mənə çox adam demişdi, bu tema alınansı tema deyil. Elektrodun yığılan spitsa 2 günə tökələri dağılacaq. Amma idealda masket 1 ildən çox qovulub, işlədib, çapılıb. Heç nə də buna olmayıb. Bu masket biz bildiyim qayırırıq. Özdə videolar mən sizi göstərərəm, sübut edərəm. Bu masket çox zloy sürüşlərə görüb. Tüm sarışınları kapar. Altında Volkswagen GT. Herkesi getirdim göte. Tertemiz bebe. Selamlar Esentepe. Kolumda ikişer karti. Mən istəyən effektlə də lap yaxşı alınıb, bomba kimi də vidim var. Hər bir şeylə bu masketlə razıyım. Biz də gedək sürək bunu, baxaq da
Bir də siftəsi eləməliyik. Siftəsi eləyəndən də sonra biz Malşa bunu qaytaracağıq. Bu videoda siz görən hərəkətləri heç kimə eləmə məsləhət görmürəm. Bir dənə öz də elədiyimə görə peşmanam. E amanhã vai esquecer. Nós tá com pau e tchau. Nós tá com pau e tchau, bebê. Nós tá com pau e tchau. Nós tá com pau e tchau, bebê. Nós tá com pau e tchau. Nós tá com pau e tchau, bebê. Nós tá com pau e tchau. Nós tá com pau e tchau, bebê. Nós tá com pau e tchau. Mən 13 yaşım var. Mənim göz çatmır belə yerlərə qayonun qalxmaq. Sən öldürəm, mən bura sürə bilərəm, qalxa bilərəm. E aí, quem da CO? Tá vagabundo mesmo, hein, cachorro? Pode ver o que dá CO, que ela joga na hora. Pode ver o que dá CO, ela joga na hora. Pra trás ela joga o cu, pra frente joga só surra. Vai te esquecer, nós tá com pau e tchau. Nós tá com pau e tchau, bebê. Nós tá com pau e tchau. Nós tá com pau e tchau, bebê. Nós tá com pau e tchau. Nós tá com pau e tchau.